Salam, hər vaxtınız xeyir olsun. Bu günləri bir sıra açıq mənbə modellərinin ümumi yağıntıların intensivli siqnalları haqqında danışmaq istəyirəm. Yəni, iyun ayının 27-sindən 28-dən keçən gecə saatlarında Qafqazın cənubu Azərbaycan arasında yağıntıların daha çox hansı ərazidən keçməsi haqqında danışmaq istəyirəm. Amma burada bir sıra modellər iyun ayının 27-si və 28-sində hava şəraitinin kəsin dəyişməsi siqnalını göstərsə də, modellər ayrı-ayrı trayektoriyaları göstərir. Məsələn, bəzi model deyir Qazax Ağstafadan keçəcək, bəziləri deyir Böyük Qafqazdan keçəcək, bəziləri deyir Dağlıq Şirvandan keçəcək, bəziləri isə deyir ki, Abşeronun şimalından keçəcək. Bütün modellərin yekun analizindən sonra artıq bu proseslər daha çox hansı əraziyə təsir edə bilər, bu barədə mən danışacağam. Əvvəlcə Avropanın Almanya modeli var. Avropanın həm İSMW hava tərəqqatları mərkəzinin İSMW modelləri var, həm də ki Almanya hava tərəqqatları mərkəzinin Alman modeli adlanan İCON EU, yəni Avropanın İCON EU modeli. Bu model də xüsusilə iyun ayının 27-sindən 28-dən keçən gecə saatlarında, baxın burada Dağlıq Şirvan ərazisində və Xızı istiqamətində ciddi bir buludlanma siqnalını göstərir və burada iyun ayının 27-sindən 28-dən keçən gecə saatlarında Xızı ərazisindəki buludların kifayət qədər qalın olması, topa yağış buludlarının formalaşması potensialı var. Hətta lokal bir süpersel buludlarda formalaşa bilər və burada ildırım dolu proseslərinin aktiv inkişafı gözlənilir. Çünki burada artıq sarı və narıncı kodla bu proses işarələnir. Amma bu Abşeronun şimalından keçəcək. Demək, Alman modeli bu sistemin iyun ayının 27-si və 28-sində Bakıya daxil olması siqnallarını göstərmir. Baxın, yenə də iyun ayının 28-də artıq günün birinci yarısında Alman modeli göstərir ki, bu sistem Xızının şimalından artıq Xəzər dənizinə doğru yayılacaq. Deməli, Bakıdan bir qədər şimalda yerləşəcək. Lakin real zaman ərzində birbaşa peyç və radar məlumatlarının təhlilləri əsasında son dəqiqə məlumatları kanalda yayımlanır. Çünki bu sistem trayektoriyası dəyişilə bilər və bu Bakıya daxil ola da bilər, Bakıdan tamamilə uzaqlaşa da bilər. Bu barədə birbaşa peyç və radar məlumatlarının təhlilləri əsasında son dəqiqə məlumatları kanalda yayımlanacaq. Böyük Britaniyanın Met Office qlobal modeli var. Bu Böyük Britaniya həm öz ərazisi üçün hava proqnozları təqdim edir, həm də ki qlobal, deməli, UK Met Office qlobal modeli var. Bu model də ümumi qlobal miqyasdakı bir yağıntı parametrlərini araşdırır. İyun ayının 27-sindən 28-dən keçən gecə Böyük Britaniyanın UK Met Office isə bu sistemin Qazax Ağstafa, Kiçik Qafqazın Daşkəsən, Gərəbə və Böyük Qafqazın Balakən, Zaqatala, Şəki, Qax rayonlarından keçməsi siqnallarını göstərir. Yəni daha çox bu Azərbaycanın şimal və qərb rayonlarında aktiv ola bilər. Lakin burada Böyük Britaniya modeli artıq 27 iyundan 28 iyuna keçən gecə bu sistemin baxın burada Böyük Qafqaz rayonlarına doğru yayılması potensialını göstərir. Deməli burada Böyük Qafqazın Balakən, Zaqatala, Şəki, Qax, Oğuz, Qəbələ rayonlarında daha çox leysan və dolu potensialı ola bilər. Bu barədə birbaşa peyç məlumatları əsasında son dəqiqə məlumatları kanalda yayımlanacaq. Eyni zamanda iyun ayının 27-sindən 28-dən keçən gecə baxın burada Böyük Qafqazdakı buludların artıq Quba-Qusara doğru yayılması və buradan da Xəzər dənizinə doğru keçməsi potensialı var. Yəni də burada da birbaşa peyç məlumatları əsasında son dəqiqə məlumatları kanalda yayımlanacaq. Deməli, Amerikanın GFS 05 qlobal modeli var. Bu Amerikanın GFS 05 qlobal modeli deməli bir sıra insanlar tərəfindən yaxından tanınır. Bu model də iyun ayının 27-sindən 28-dən keçən gecə Kiçik Qafqazda, Qazax Ağstafada və Böyük Qafqazda ciddi bir yağıntı prosesləri haqqında deməli siqnallar verir. Daha çox burada Gəncə Qazaxlı yağıntılarının iyun ayının 27-si axşama doğru aktiv olması ehtimallarını göstərir. Lakin burada bir məsələ də var ki, artıq deməli GFS modeli artıq iyun ayının 27-sindən 28-dən keçən gecə saatlarında baxın burada artıq Böyük Qafqazdakı yağıntıların kifayət qədər güclü olması siqnallarını verir və bu sistem tədricən artıq Quba-Qusara doğru yayıla bilər. Eyni zamanda Mingəçevir ərazisində elə bu buludlanma ehtimalları var. Deməli burada da yenə birbaşa bir peyç məlumatlarının təhlilləri əsasında son dəqiqə məlumatların araşdırılması vacib sayılacaq. İyun ayının 27-sindən 28-dən keçən gecə Amerikanın GFS 05 modeli yenə də Böyük Qafqaz rayonlarında, xüsusilə də Qəbələ, Göyçay rayonları ərazisində ciddi bir leysan və dolu potensialı göstərir və bu sistem artıq Quba-Qusar rayonlarına doğru yayıla bilər. Amma yenə də Bakıdan şimaldan keçəcək bu siqnal. Çünki GFS modeli də eyni siqnalı verir. Artıq GFS modeli isə 28 iyun günün birinci yarısına doğru bu sistemin daha çox
Quba-Qusar rayonlarından keçməsi siqnallarını verir. Deməli, iyun ayının 28-i artıq günün birinci yarısına doğru bu sistemin Quba-Qusar istiqamətindən Xəzər dənizinin şimalına doğru yayılması gözlənilir. Baxın, burada Quba-Qusar istiqamətindən bu sistem artıq Xəzər dənizinin şimalına doğru yayılacaq. Deməli, burada yəni də Bakıya daxil olması potensialı zəifdir. Burada artıq Böyük Britaniyanın, daha doğrusu Avropanın orta mənzilli hava tərəqqatları mərkəzi var. Bu İFIS Hertz yüksək dəqiqlikli bir modeldir. Yəni Avropanın İCMWF hava tərəqqatları mərkəzinin daxilində 100-dən artıq alt mənbə modelləri var. 3 qrupa bölünür. Qısa müddətli, orta müddətli, uzun müddətli modellər. Bunların hamısı hərəsi 100-dən artıq alt mənbə modellərinə ayrılır. Burada qısa müddətli modellərdən artıq İCMWF-in Hertz qlobal modeli də iyun ayının 27-si, 28-dən keçən gecə saatlarında baxın burada Gəncə Qazax ərazisində, Kiçik Qafqazın Daşkəsən, Gədəbəy və Mingəçevir ətraf rayonlarında və Böyük Qafqazın Balaçan, Zaqatala, Şəki Qarx rayonlarında lokal bir intensiv ildırım, dolu və leysan prosesləri haqqında siqnal verir. Çünki burada artıq sarı və narıncı bir buludların sıxlaşması potensialı var. İyun ayının artıq 27-sindən 28-dən keçən gecə saatlarında yenə də İCMWF-in yüksək dəqiqlikli modeli yenə də burada Böyük Qafqazın Balaçan, Zaqatala, Şəki, Qarx, Oğuz, Qəbələ rayonlarında bir intensiv bir leysan və dolu potensialını göstərir və bu sistemin bir qolu baxın burada Sumqayıtın şimalından keçə bilər. Yenə də iyun ayının 28-nə keçən gecə 28 iyun günün səhər saatlarına doğru yenə də Avropanın İCMWF modeli burada Quba-Qusar, Şabran ərazisində ciddi bir buludlanma göstərilir və bu buludların baxın yenə də Bakının şimalından keçməsi gözlənilir. Deməli, Bakıya daxil olması faizləri azdır. Deməli, İCMWF-in superkomputer modeli var. Bu artıq deməli kompüter modeli artıq özü bu proqnoza verilir. Bir var insanlar bunu kodlaşdırsın. Bu kompüter modeli, superkomputer modeli artıq intellekt dərəcəsində özünü tənzimləyir və bu model də kifayət qədər dəqiq bir modeldir. 0.25 qlobal modelidir. Bu model də iyun ayının 27-sindən 28-dən keçən gecə saatlarında baxın burada Azərbaycanın şimal-qərb rayonlarında ciddi bir buludlanma ehtimalları var. Yağış gözlənilir və yağıntı bir qədər intensiv və güclü ola bilər. Lakin burada sistemin artıq iyun ayının 27-sindən 28-dən keçən gecə saatlarında baxın burada Böyük Qafqazın Balaçan, Zaqatala, Şəki, Qarx, Oğuz, Qəbələ rayonlarına doğru və Göyçay, Ağdaş, Yevlax, Kürdəbir, Mingəçevir rayonlarına doğru yayılmasını göstərir. Amma yenə də burada Bakıya daxil olması ehtimallarını zəif göstərir. Artıq iyun ayının 28-nə keçən gecə 28 iyun günün birinci yarısında isə bu sistem baxın burada Qəbələ, Oğuz, Göyçay, Ağdaş rayonlarından artıq Quba-Qusara, Şabran rayonlarına doğru yayılması gözlənilir. Burada artıq Xəzər dənizə doğru bu sistemin daha da güclənməsi potensialını siqnallarını alırıq. Lakin burada da bu sistem tam olaraq Bakıya daxil olmayacaq, Bakının şimalından keçəcək deyə siqnallarda göstərilir. İyun ayının 27-sindən 28-nə keçən gecə baxın yenə də burada deməli Avropanın İCMWF hava tərəqqatları mərkəzinin deməli superkomputer modeli yenə də burada Quba-Qusar rayonları, Qəbələ, Göyçay ərazisi, Dağlıq Yevan arasında ciddi bir leysan və dolu potensialı var, amma yenə bu sistemin Bakıdan kənarda keçməsi gözlənir. Deməli, bir sıra qlobal modellər, Amerikanın NOAA modeli, QF05, eyni zamanda Avropanın İCMWF modelləri, Böyük Britaniya modeli, Kanada modeli, bunlar hamısı artıq burada ciddi bir yağıntı proseslərindən xəbər verir. Amma burada bir məsələ var ki, bu yağıntıların daha çox Böyük Qafqazda cəmləşməsi gözlənir. Yəni Böyük Qafqazın Balaçan, Zaqatala, Şəki, Qarx, Oğuz, Qəbələ rayonlarında bu sistemin daha çox cəmləşməsi gözlənir. Deməli, bu sistemin daha çox Böyük Qafqazda cəmləşməsi gözlənilir. Bu sistemin bir qolu ola bilsin ki, Abşeronun şimalından keçsin. Daha çox Avropanın orta mənzilli hava tərəqqatları mərkəzinin həmin günü gözlənilən deməli, real zamandakı model proqramlarını izləyəcək. Eyni zamanda birbaşa peyk və radar məlumatlarının təhlilləri əsasında da son dəqiqə məlumatları kanalda yayımlanacaq. İyun ayının 24-dən 25-dən keçən gecə saatlarında burada Bakının şərq hissəsində, daha çox Pirallahı adasında, neft daşları istiqamətində burada bir havada buludlanma gözlənilir və iyun ayının 24-dən 25-nə keçən gecə 25 iyun gecə saatlarında bir
deməli Piranlaha ətrafında neft daşları istiqamətində Abşeronun şərq hissəsində Qazaxıstan arasında doğru orada bir ciddi bir buludlanma gözlənir. Hətta sistemin lokal xarakterli burada bir neft daşları Piranlaha ərazisində bir güclənməsi, ildırım, leysan prosesləri baş verə bilər. Bu sistem Bakıdan kifayət uzaqda olacaq, amma Bakının mərkəzindən uzaqda olsa da bu sistemin burada bir Tuvan kanalı gözlənilir. Tuvan xətti ehtimalları var. Burada buludlar sırayla düzülür. Və bu sistem ola bilsin ki, Bakıya daxil olsun. Bunun haqqında da birbaşa page və Razan məlumatlarının təlləri əsasında artıq son dəqiqə məlumatları kanalda yayımlanacaq ki, bu sistem daha çox Bakının hansı ərazisindən keçəcək. Bugünlük bu qədər. Yaxın saatlarda qlobal modellərin son yenilənmiş məlumatların təlləri əsasında və eyni zamanda xüsusilə Azərbaycanın şimal və qərb rayonlarının keçməsi gözlənilən bu topa yağış buludlarının son analizləri haqqında birbaşa page və radar məlumatlarının təlləri qısa metrajlı və uzun metrajlı videolar vasitəsilə kanalda yayımlanacaq.